Niyə həkimlər hər dəfə stres deməkdən yorulmur? Bunu bilmək istəyirsinizsə, videonu sona qədər izləyin. Hər müayinədə ən azı bir dəfə bunu eşidirsiniz. Stresini azalt. Və sanki hər şeyin günahkarı stresdir. Elə deyilmi? Əslində stres bir hiss deyil. Stres orqanizmin bioloji cavabıdır. Yəni bu zaman stresə qarşı orqanizmi qorumaq adına təbii yüksələn kortizol eyni anda insulin artmasına, tiroid funksiyasının zəifləməsinə, estrogen progesteron balansının dəyişilməsinə, immun sistemin zəifləməsinə, yuxu ritminin pozulmasına, orqanizmin iltihab mediatorlarının artaraq iltihabın yüksəlməsinə və bütün hormonların təsirinin dəyişilməsinə səbəb ola bilər. Yəni stres təkcə psixoloji keçirilən bir an deyil. Bu bütün orqan və sistemlərə siqnal göstərən endokrin bir hadisədir. Həkimlər ona görə hər dəfə stresi soruşur ki, bəzən şikayətlərin arxasında xəstəlik yox, hormonların ətraf faktorlara qarşı olan müdafiə rejimi dayana bilir. Və siz özünüzü nə qədər pis edirsinizsə, analizlər normal görünə bilir və normal olması da hələ tamamilə sağlam olmanızı göstərməyə bilir. Çünki stresin təsiri analizdən əvvəl sistem səviyyəsində başlayır və burada yadda saxlamalı nüans odur ki, stres şikayət deyil. Stres orqanizmin ətrafında baş verən hadisələrə qarşı bədəninizin bir cavabıdır. Bu cavabı daha doğru etmək üçün və fəsadları ilə qarşılaşmaması üçün stresin idarə olunmasını öyrənin. Vaxtaşırı psixoloq konsultasiyalarından da istifadə edərək hormon tənziminizi də unutmayaraq özünüzə bir yardım göstərin. Orqanizm səsinizə səs verin. Özünüzdən müğayət olun.